layihələr, ilk övrəllər mən qatılırdım layihələrə, yazırdım, amma tam qalib olmağına biraz tərəddüd edirdim ki, qalib olaram, olmaram. Amma zaman gəldi, 6-cı qrant layihəyə gəldim, art terapiya ilə duyğularına daha adil ifadə edib. Hər birimizin məktəbində var belə bir xüsusi qayğıya ehtiyac olan şagirdlər və ailə himayəsinə məhrum olan uşaqlar. Maraqlı keçdi. Uğurla başladım, davam etdim, uğurla bitirdim. Çox sağ olasın, Rəşad müəllim məni təkan verir ki, mən inanıram, sən qazanacaqsın. Sonra 7-ci qrant layihəmiz oldu, İçdiyinal festivalı. Burada da bir şansımı sınadım. Bilirik ki, Göyçayımız narla məşhurdur. Zaman gəldi, 2020-44 günlük vətən müharibəsi, pandemiya vaxtına düşdü. Bunlar festivallar, bayramlar dayandırıldı müəyyən qədər vaxtda və şagirdlərin arzu və istəyindən biz layihələri yazan zaman məktəbdə olan problemlər, onların məqsədi, vəzifələri, onlarla bağlı yazılırdı bu layihələr. Şagirdlər mənə ideya verdilər ki, müəllimə, biz də istəyirik ki, STEM əsaslı bir layihə olsun. O STEM məktəblərin layihəsindən, bəli, STEM əsaslı İçdiyinal festival layihəsini yazdım, nazirlik tərəfindən qəbul oldu, layihə qazanıldı. Növbəti 3-cü qazandığım region üzrə qəhrəman verirlər mənə. 3 qrant layihənin ard-ardına qazanmışam. Bu ilki olan 8-ci qrant layihədir. Bunu da Səadət müəllimi ilə bərabər birlikdə yazdıq. Birgə məktəbli günlərimiz oldu. Və layihəmiz uğurla, mənim layihəm qazandım. Layihəmiz hələ başlamamışıq. Göyçayı SAT 2024 şagirdləridir, AÖDÜ şagirdləri. Amma Səadət müəllimin layihəsi ümumi təhsil məktəbləri üzrə Yaşıl Dünya əl işləri sərgisidir. Mən layihənin açılışını etmişəm, hələ davam etməmişəm, təlimlər başlamayıbdır. İnşallah növbəti həftədən davam edəcək, təlimlərə başlayacaq. Amma Səadət müəllimi ilə o keçən günlərimiz yazılan layihə və məktəbdəki qoyulan problem gəldi, uğurla qəbul olundu, layihə qazanıldı. Bu günlərin bəli, xoşbəxtlikdir ki, Göyçayımız üzrə 4 qrant layihədən, bir də məktəb layihəsi olaraq bu inteqrasiya tipli gimnaziya məktəbindən 4 qrant layihənin biri də buradadır.